Bakıda mina təhlükəsi ilə bağlı dinləmələr keçirilib. Qeyd edilib ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və ondan keçən dövr ərzində 3500-ə yaxın insan ermənilərin bastırdığı minaların qurbanı olub. Bugünədək 44 min hektardan çox ərazi minalardan təmizlənib. Mina təhlükəsi ilə mübarizə, partlayıcı sursatların ekosistemə təsiri mövzusu Milli Məclis binasında keçirilən dinləmələrdə əsas diqqət mərkəzində oldu. Vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının minalarla çirklənməsi çoxsaylı insan tələfatı ilə yanaşı, ekologiya və kənd təsərrüfatı sahəsində fəaliyyətə də ciddi zərbələr vurur. İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina bastırmışdır. Və Azərbaycan 8235 kvadrat kilometrdən çox ərazisi mina və digər partlayıcı maddələrlə çirkləndirilmişdir. Ümumilikdə 1991-ci ildən 31 oktyabr 2023-cü ilə qədər tarixinədək 3413 nəfər xəsarət alıb. Onlardan 357 nəfəri uşaq, 38 nəfəri qadındır. Mina Təmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov çıxışında mina partlayışı nəticəsində yaranan tullantılardan bəhs etdi. Bildirdi ki, işğal dövründə ərazilərimizdə bastırılan mina 480 ton plastik kütlə deməkdir. Bu da öz növbəsində həmin ərazilərin ekologiyasına mənfi təsir göstərir. Məsələn, Tərtər rayonuna 20 mindən çox hərbi sursat partlayışı baş vermişdir. ANAMA və tərəfdaş qurumların və əraziləri təmizləmək üçün göstərdiyi səylərə baxmayaraq, hərbi sursatların, o cümlədən fosfor, ağ fosfor və digər kimyəvi döyüş sursatlarının vurduğu ziyan bu mühitdə yaşayan insanlara, oranın flora və faunasına təsir etməkdə davam edir. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev məhv edilən meşələrin və təbiət qoruqlarının bərpası üçün uzun vaxt gərək olduğunu qeyd etdi. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv olmuşdur. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşə bərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses mina təmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılmışdır. Sözsüz ki, Bəsiçay və Qaragöl təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı dövlət təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemi bərpası uzun müddətli bir prosesdir. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər mövzusunda çıxış etdi. Qeyd etdi ki, indiyədək kənd təsərrüfatına uyğun ərazilərin cəmi 60%-i əkin dövriyyəsinə cəlb edilib. 40% ərazini isə məhz mina təhlükəsinə görə əkinə cəlb etməyi çətindir. Bugünkü tarixə ANAMA tərəfindən ümumilikdə 44731 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri mina və partlanmamış hərbi sursatlardan təmizlənmişdir. Bunlardan 27783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə sxemləri Kənd Təsərrüfatı Nazirliyinə artıq təqdim olunmuşdur. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlanma hadisəsi baş vermişdir. Dinləmələrdə iştirak edən digər aidiyyəti qurum rəhbərləri Ermənistanın işğal siyasətinin müxtəlif aspektlərinə də ətraflı aydınlıq gətirdilər. Rüstəm Mikayılzadə, Anar Ağazadə, Aytən Şükürova, İTV Xəbər.